Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizi Mərdəkan Qaranquş Sanatoriyasının arxasından salamlayıram. Sizə balaca evlər göstərəcəm 2 ədəd. Niyə 2 ədəd göstərirəm? Bu şəhərcikdə hal-hazırda ön hissədə evlər tikilir, iş gedir. Amma bundan bu tərəfə olan 4 ev satılıb. Təmir gedə-gedə satılıb. Bu evlər 2 dənə ev, bax bu evdir, bir də bu bursa evdir. Tam əşyalı olaraq 3 yataq otağı ilə birlikdə sizə 175 min manata təklif olunur. Həyətə Elvin bayaq dedim 2 maşın yerləşər. Yerləşər 2 maşın. Qonaq otağı və mətbəxin qarşısında hovuzdur. Deməli 2 metrənin 5 metrəyə olan filtrli hovuz, 2 maşın yerləşən həyət, avtomatik olaraq darvaza, qazı, suyu, işığı hamısı var. Elvin bu işığı niyə yandırmamısan? Həyətin işıqların. Sonra qazı da var, bir daha söyləyirəm. İşığı da, interneti də, kamera xəttləri hamısı çəkilib, hazırdır. Bütöv olaraq əşyalı, kupçalı, torpağın da evində kupçası olur. Bu ev çox qəşəngdir, balaca, qiymət də qəşəng. 100 min dollardan bir hardasa 2000 dollar artıq, 175 min manat. Əlbəttə ki, bu qiymətdən aşağı da endirim də olunacaq. Elvin keç ora qonaq otağı, mətbəxlə birlikdə. Maşallah görünəbədir, televizor, kamera xəttlərinin orada bütün monitor qoyublar, soyuducu, paltar yuvan maşın, qaz sobası, su hövzəsi, yemək üçün masa, TV stand, divan, kreslo və evin daxilində 3 yataq otağı. Birinci yataq otağı əşyalı, dolablar, bəzənmə stolu, İkinci yataq otağı boşdur. Keçəcək ya, o bursa evi də göstərəcəm sizə. O da demək olar ki, beləncidir. Üçüncü yataq otağı. Yataq otağının daxilində sanitar qovşağı. Elvin o da göstər. Qiymət qəşəngdir, ona görə çəkirəm ki, sonra mənə zəng vururlar, mənə deyirlər, bahalı evlər çəkirsən, ucuz evlər də çək baxaq. Bax bu evlər. Onsuz da mən sizə demişəm, bizdə aşağı qiyməti olan evlər də var. Geniş, böyük bir ümumi sanitar qovşağıdır. İnsə çıxaq, gələcək Elvin, o bursunu da göstərək. Gəl, işıqları da hamısını yandırmışam, hazırdır. Keçək. Elvin, görürsən, çəkirsən də orada 1, 2, 3, 4 ev satılıb. Bu ev qalıb, bir də bu ev qalıb. Bu evlə birbaşa bu yolla da çıxırıq Qaranquş Sanatoriyasının yanına. Bu tərəfdə də tikintimiz gedir. Gəl, bu ikinci evi də göstərim sizə. İkinci ev. Burada hovuz biraz balacadır. Evin qiymətində yenə deyirəm, yaxşı endirim olunacaq. Burada 2 dənə maşın rahat yerləşər. Evin yan hissəsində belə bir yer var. Evin arxasında keçid var. Sonra ev yerdən 3 daş hündürlükdə kürsülü olaraq inşa olunub. Evin içərisinə daxil olan kimi kiçik belə bir dəhlizimiz var. O bursundan əlavə olaraq, fərqli olaraq üzr istəyirəm. Burada ümumi sanitar qovşağı yerləşir. Burada birinci yataq otağıdır. Yataq otağının daxilində sanitar qovşağı yerləşir, əzizlərim. Baxın. Buradan keçirik. Burada da eyni. Yəni, buranın biraz kvadratı balacadır. Burada da baxın, belə bir geniş deməyim də sizə, mətbəx otağı ilə qonaq otağı birlikdədir. Rahatdır, kiçik bir ailənin istifadə eləyə biləcəyi bir evdir. 4 fəsil də yaşamaq olar. Yer gözəldir, qəşəngdir. Baxın, bu da ikinci yataq otağıdır. Bir dənə də burada üçüncü yataq otağı. Əziz və dəyərli izləyicilərimiz, mən sizə bir təqdimatda 2 dənə 175 minə ev təqdim elədim. Qiymətlərində bir daha deyirəm, yaxşı endirim olunacaq. Kim istəsə gəlib ala bilər. Mart ayıdır, yaz ayıdır. Martın 4-ü, 5-i, onu da məlumat verim sizə. 5-i, 6-sı ipoteka fondu açılır. Kimlərin müraciəti qəbul olacaqsa, onlar da gəlib bu ipotekadan yararlanıb bu evləri ala bilər. Təşəkkür edirəm sizə, minnətdaram. İnşallah görüşmək ümidi ilə sizdən ayrılıram.